Qədirxum gününün əməlləri: oruç tutmaq. Qədirxum bayramında oruç tutmaq 60 illik günahın kəffarəsidir. Rəvayətdə deyilir ki, həmin gün oruc bir ömrün orucu, 100 həcc və 100 ümrənin savabına bərabərdir. Qusul etmək, İmam Əli əleyhissalamı ziyarət etmək. O həzrəti yaxından ziyarət edə bilməyən şəxs, əmin Allah ziyarətinin oxunması tövsiyə olunur. 2 rəkət namaz qılmaq və namazdan sonra səcdədə 100 dəfə Allaha şükür etmək. Yaxşı olar ki, bu namazı günortaya yaxın bir vaxtda qılınsın. 1-ci rəkətdə Qədir, 2-ci rəkətdə isə İxlas surələri oxunsun. Qədirxum günü günortadan öncə 2 rəkətdən ibarət başqa bir namazı qılınması da tövsiyə olunur. Belə ki, hər rəkətdə Həmd surədən sonra 10 dəfə İxlas surəsi, 10 dəfə Ayətül Kürsü və 10 dəfə Qədir surəsi oxunsun. Nüdvə duasını oxumaq